Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər. Yenə də sizə evinizdə hazırlaya biləcəyiniz tez, asan və ləzzətli reseptləri paylaşmaq üçün gəldim. Hər zaman olduğu kimi əla menü hazırlayacağam. Və birinci soyuq qaynayan altım pomidor və sirkə sosunda biberlər. Əlbəttə yanında ləzzətli çabata çörəyi. Əsas yeməyim tərəvəzlə qızardılmış malati kotleti. Və sonda şirniyyatım bezeli qozlu qurabiyə. Hazırsanız gəlin ekrana yaxın oturun, mən biş-düşə başlayayım. Və dostlar, ilk öncə başlayıram çabatanın xəmirindən. Xəmiri üçün nə lazımdır mənə? Çabata bilirsiniz ki, bilməyənlər üçün deyim əlbəttə ki, İtaliyanın çox ləzzətli çörəklərindən biridir. Yəni bunu biz bugün çox asan versiyasını hazırlayacağıq. Bunun üçün də un lazımdır. 425 qram unumuz bu şəkildə əlavə elədim qabın içinə. Birbaşa bu qabda hazırlayacağıq və bu qabda mayalandıracağım unumuzu. Burada bir paket maya var, yəni 8-10 qram arası maya istifadə edə bilərsiniz. Bal var burada 1 yemək qaşığı, o da qramla 10 qram eləyər. Bunu birbaşa əlavə edirəm. Tamamını mayanın üzərinə ki, aktivləşsin. 325 qram suyumuzu əlavə edirəm. Və spatula vasitəsilə bütün ingrediyentləri gözəl-gözəl qarışdırırıq. 10 qram tuzumuzu da əlavə elədik. Yaxşı-yaxşı spatula vasitəsilə bütün ingrediyentləri bu şəkildə bir-birinə yediririk. Hələ bu qabda da qarışdıracağıq, bu qabda da mayalandıracağıq. Yaxşı-yaxşı qarışdırmaq lazımdır ki, gluten öz işini görsün və xəmirimiz gözəl-gözəl bir-birinə qarışsın. Xəmir artıq qarışdı. Biraz da zeytun yağı var burada, 50 mg. Bir hissəsini əlavə edirəm, digər hissəsində yavaş-yavaş xəmir mayalana əlavə eləyəcəm. Bütün görürsünüz, qabın qırağına yapışan un parçalarını da topladıq. Gözəl, əla bir xəmir düzəltdim. Tamamını spatula vasitəsilə qarışdırdım. Düzgün, əziyyətsiz xəmirimizi yoğurduq. Bunu daha bir 2-3 dəfə qarışdıracağım. Amma ilk öncə nə etmək lazımdır? Aşağı-yuxarı bir 1 saatlıq bunu qoymaq lazımdır ki, xəmirimiz yaxşıca mayalansın. Əla, tam istədiyim kimi xəmir alındı. Bunu bağlayıram, qoyuram isti yerə ki, orada 1 saat mayalansın. Və sıra gəldi çatdı şirniyyatımıza. Şirniyyatımız da bugün çox ləzzətli, bezə, ən sevdiyim bezeli kurabiyələrdir. Və əlbəttə ki, qoz. İlk öncə nə edirik? Kurabiyenin xəmirini hazırlayırıq. Bunun üçün də 350 qram unumuzu əlavə edirik qabımıza. Quru ərzaqlardan burada 2 paket vanilin var və yarım çay qaşığı qabartma tozu. Bunları da əlavə edirik. Spatula vasitəsilə 200 qram kərə yağımızı otaq temperaturunda olan və 200 qram xamanı da əlavə edirik qabın içinə.
2 ədəd yumurtanın sarısı var. Öncədən ağından ayırdığım. Bunu da əlavə edirəm qabın içinə. Və mikseri işə salıram ki, bütün ingredientləri yaxşıca qarışdırsın. Əlbəttə ki, hər zaman olduğu kimi bir çimdik duz. $3,9 litr həcmli Bosch Mami Seriya 5 mətbəx kombayını ilə artıq zəhmət çəkmədən istədiyiniz təamları hazırlaya bilərsiniz. Bu mətbəx robotu hər biri ayrı-ayrılıqlı olmaqla çırpma, qarışdırma və yoğurma başlıqlarını özündə birləşdirir. Eyni zamanda həssas tərəzi ilə ərzaqlarınızın çəkisini rahatlıqla ölçə bilər və zaman sayğacı ilə də vaxtınızı daha faydalı dəyərləndirə bilərsiniz. Həmçinin bu kombayn sıçratmanın qarşısını almaqla mətbəxinizin daima tərtəmiz qalmasını təmin edir. Qabıyan maşında yuyula bilən aksesuarları sayəsində isə təmizliyi çox rahatdır. Bosch mətbəx kombaynlarını elə indi boschhome.com az saytını keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı Bosch kimi yaşa. Hazırladığım xəmiri 2 dənə belə bir bişirmə kağızının arasına qoyduq və yaxşıca bunu bu cür açırıq ki, tam bacardığım qədərilə incə olsun. Çalışıram bunu düzləşdirim ki, hər bir tərəfinə düzgün bir şəkildə xəmirdən eyni qaydada gəlsin. Eyni ölçüdə gəlsin, düz dörtkünc olsun. Onun üçün artıq çıxan xəmirləri də bu cür əlimizlə çatmayan yerlərə yapışdırırıq. Əla, bacardığım qədərilə incə, düzgün bir şəkildə xəmirimizi açdıq. İndi nə edirik? Belə bir sini və bu xəmiri göndəririk soyuducuya özünü tutsun. Həm gluten öz işini görsün, həm də xəmir düzgün bir şəkildə bir balaca donsun. Artı 4 soyuducuda bir balaca özünü tutsun xəmirimizi qoyduq. İndi sıra gəldi çatdı bezəni hazırlamağa. Bunun üçün də 100 qram şəkər tozu və 2 ədəd yumurtanın ağı lazımdır. 2 ədəd yumurtanın ağını bu cür qabımıza əlavə edirik. Hər zaman olduğu kimi bir çimdik duz və burada 100 qram şəkər tozumuz var. Yavaş-yavaş 3 hissəyə bölərək qarışdıracağıq. Gördüyünüz kimi artıq mikser iz buraxmağa başladı. Yəni belə bir qartal burnu əmələ gəlməyə başladı. O deməkdir ki, bezemiz artıq hazırdır. Mikserdən işimiz bitdi. Qoz qaldı. Qozu da bıçaq vasitəsilə düzgün bir şəkildə parçalayırıq. Xırda-xırda. Bu arada burada 100 qram qoz var. 2 ədəd yumurtanın ağını 100 qram şəkərlə qarışdırdıq ki, bu bizim kurabiyenin içiliyi olacaq. Sizi bilmirəm, amma mən ümumiyyətlə bezə ilə hər bir şeyi sevirəm. Yəni bezə içiliyi olan tortları sevirəm, kurabiyeləri sevirəm, yəni çox da sevirəm. Sizi bilmirəm qeyd etdiyim kimi, amma bəzi insanlara məsələn yumurta qoxusu gəlir. O qoxuyu əgər önləmək istəyirsinizsə, düzgün qaydada bişirmək lazımdır və əlbəttə ki, əgər ki o da kömək eləmirsə, şəkər vanilindən da istifadə edə bilərsiniz. Mən yumurta qoxusu rahatsız etmədiyi üçün mən bezə ilə hazırlanan hər bir şeyi çox sevirəm. Xüsusən də bu yaxınlarda bilirsiniz ki, Azərbaycanda da olmuşam, Bakıda olmuşam. Xüsusən çox sevdiyim bir tort dükanı tapdım. Yəni orada da içli bezə ilə hazırlanan, qozla hazırlanan bir tort var idi. Yəni onunla ilhamlanaraq, yəni bu cür bir kurabiyə dedim hazırlayayım. Asan, tez və çox ləzzətli.
Qoz da hazırdır. Əminəm ki, xəmir də artıq özünü tutub. Məncə artıq kurabiyenin yığmağın vaxtıdır. Amma ilk öncə sobanı açaq gətirək 180 dərəcəyə. Xəmir də artıq özünü tutdu. Sıra gəldi çatdı artıq bunu şəkilləndirməyə. Bunu israf etməyək. Hələ birbaşa bunun üzərinə hazırlayacağıq. Əla, tam istədiyim kimi görürsünüz. Yəni rahat qopur. O da o deməkdir ki, artıq bezəni xəmirin tam ortasına əlavə edirəm. Və hər bir tərəfə gələcək şəkildə spatula vasitəsilə düzgün yayırıq. Spatula ola bilər, qaşıq ola bilər, sizə necə rahatdırsa, bezəni hər bir tərəfə düzgün bir şəkildə yayın. Artıq o qədər ləzzətli görsənir ki, adam çiğ-çiğ yemək istəyir. Amma əlbəttə ki, səbir eləyib, bişirək. Ondan sonra gözəl-gözəl bunun dadına baxaq. Doğradığımız 100 qram qozu da ortasına düzgün bir şəkildə əlavə eləyirik. Və bunlardan çox gözəl rulet bükürük. Keçən verilişdə izləyənlər bilir əlbəttə ki, çox gözəl rulet hazırlamışdım. Məndən sonra hazırlayanlar əminəm ki, dadını bəyəniblər. Çünki bəyənməmə mümkün deyildi. O qədər ləzzətli idi. Əlimizlə də sıxışdırdıq. Əla. Çox gözəl rulet büktük. İndi bunu nə edirik? Bu şəkildə kəsirik, düzürük, ortasında açıb forma veririk. Hər bir kurabiyeni eyni qaydada kəsirik, qoyuruq. Kurabiyelərimiz hazırdır, göndəririk sobaya. Aşağı yuxarı bir 20-25 dəqiqə gələk ki, üzəri qızarana qədər burada bişsin. Kurabiyelərimiz bişənə qədər biz boş dayanmayaq əlbəttə ki, baxaq görək bizim çörəyimizin vəziyyəti nə yerdədir. Ki, bunu da bir kontrol eləyək. Yaxşıca bunu qarışdıraq, hər bir. Görürsünüz, əla. Əlimizi bu cür yağa batırırıq ki, əlimiz yapışmasın. Bu cür bunu bir dəfə havasını çıxardırıq. Qoxusu çox gözəl gəlir. Bəlkə sizə çox gələ bilər. Yenə də qeyd etdiyim kimi 10 qram maya, 500 qram, aşağı yuxarı 500 qrama yaxın olan xəmirə, amma heç də çox deyil. Sadəcə olaraq düzgün mayalandırmaq lazımdır. Əgər ki, səbirli olub düzgün mayalandırsanız, çörəyiniz həm sağlıqlı, həm də çox ləzzətli olacaq. Bunu bu şəkildə şəkillendiririk və yenə də streç filmlə bağlayırıq, qoyuruq, yenə də mayalansın. Bu arada bu prosesi 3-4 dəfə eləyəcəyik ki, tam istədiyimiz mayanı əldə eləyək, yəni çörəyi əldə eləyək. Qoyuruq bura yaxına. Çörəyimiz burada hələ hazır olur. Biz də onu hələ buraxaq orada yavaş mayalansın. Keçək ətimizin hazırlığına. Kotlet hazırlayacağıq. Tərəvəzli kotlet hazırlayacağıq. Bunun üçün əlbəttə ki 400 qram qiyma əti götürdüm, dana qiyması. Bunu qarışdırma qabımıza qoyuruq. Burada bir ədəd soğan var. Bu soğanı öncədən püre halına gətirdim. Yaxşıca suyunu sıxdım. Bunu da əlavə edirəm qabımıza. Burada 3 yemək qaşığı dolu çörək qırıntısı var. Bunu əlavə edirəm. Və bir ədəd də yumurtanın sarısı. Bunu da əlavə edib keçək ədviyyatlara. Ədviyyatlardan duz, qarabiber mənə kifayət eləyəcək. 3-4 çimdik qarabiber əlavə edirəm ki, ətə çox yaraşır əlbəttə ki. Aşağı yuxarıda bir 5-6 qram da duz. Bu da 4-5 çimdik eləyər. Ətimizi də ilk öncə qaşıqla, daha sonra əlimiz vasitəsilə qarışdırırıq. Kotlet üçün ətimizi hazırladıq. Tavamız da artıq ocaqdadır. Tavamızı altını açıram.
və biraz bitki yağı əlavə edeyim. Yavaş-yavaş kotletləri formalaşdıra bilərik. Bu cür çox böyük olmayacaq şəkildə, xırda da olmayacaq şəkildə bu cür kotletlərimizi formalaşdırırıq. Biraz bitki yağı yanına qoyum ki, ət ələ yapışmasın. Həm də görürsünüz necə gözəl formalaşır. Yəni ya yağ, ya su istifadə edə bilərsiniz. Əla, tam istədiyim kimi bu cür balaca, xırda kotletlər alınır. Bunlar da artıq yavaş-yavaş tavaya göndəririk ki, burada qızarsın. Ən sevdiyim yeməklərdən biridir. İstədiyin mövsümdə yeyə bilərəm mən bunu. İstər yaz olsun, istər yay olsun, istər payız, istər qış. Hər mövsümdə yeyilə biləcək yeməklərdəndir. Amma düzgün hazırlasanız. Əlbəttə ki, hər bir şey belə deyim də sadə gözüksə də, amma hazırlamağından çox şey asılıdır. Yəni kotlet belə baxanda çox sadə bir yeməkdir. Yəni hər kəs hazırlayır, amma ləzzətlisini nadir hazırlamaq, yəni qarşılamaq olar. Yəni, belə deyim də hər kəs hazırlayır, amma evində hazırlayan, yəni düzgün ətdən, düzgün ədviyyatdan çox nadir dadda olur. Əlbəttə ki, bizim xanımlar bu işin öhdəsindən çox gözəl gəlir. Amma məsələn, fərqli yerlərdə yediyin zaman o ananın hazırladığı kotleti adam axtarır və əlbəttə ki, onun zövqü, onun dadı bambaşqa olur. Şöyle yavaş-yavaş artıq yağımız, tavamız isinir. Düzgün bir şəkildə kotletlərimizi də biz formalaşdıraq. Yaxşıca qızarsın hər tərəfdən. Artıq tavanın səsi gəlir. Tava artıq danışmağa başlayır. Şirniyyatımız da sobada yaxşıca üzəri qızarır. Çörəyimizin də xəmiri yavaş-yavaş mayalanır. Bugünkü yeməklər çox ləzzətli olacaq hər zaman olduğu kimi. Menümüzdə hər zaman göz oxşayır. Bugün xüsusi bir ləzzət olacaq. Çünki sevdiyim yeməkləri hər zaman hazırlayıram, amma bugün özəl. Həm soyuq qəlyan altısı olsun, həm əsas yeməyi olsun. Yəni kotlet ümumiyyətlə düşünürəm ki, sevməyi yoxdur, amma belə deyim, bəzi insanlar çəkilmiş ət yemir. Əfsuslar olsun, çox şey qaçırırlar. Artıq kotletin qoxusu çıxmağa başladı. Düzgün bir şəkildə bu cür formalaşdırırıq. Qazanımıza düzdük. Sonuncu iki kotletimiz. Görürsünüz necə bərəkətlidir. 400 qram ətdən, tam-tamına 400 qram ətdən və sadaladığım ərzaqlardan aşağı-yuxarı tam bir 10 dənəyə yaxın kotlet çıxdı. Əla. Əlcəyimizi çıxardaq, yavaş-yavaş kotletlərimizi çevirək. Kotletlərimizin ağzını bağlayırıq və keçirik tərəvəzlərə. Tez bazar soğanımızı, biberimizi doğrayaq. Gördüyünüz kimi biraz soğanı iri doğrayıram ki, tabanın içində gözüksün və ləzzətli olsun. 1-2 diş sarımsaq. Burada bütün pomidorlarımız var. Bunları da birbaşa doğrayırıq, 4 yerə bölürük. Hamısını göndərirəm tavaya, kotletlərin yanına. Bu arada sobanın da səsi gəldi. Bu şəkildə. Həm sarımsağı, həm pomidoru birbaşa göndəririk, kotletlə qovrulsun. Daha ləzzətli olması üçün nə lazımdır? Əlbəttə ki, kərə yağı. Dərhal birbaşa kərə yağını göndəririk tabamıza. Aşağı-yuxarı bir 20-30 qram kifayət edəcək. Yenə də qapağı bağlayırıq ki, burada yavaş-yavaş qovrulsun. Biz də baxa görürük kurabiyələrimiz nə vəziyyətdədir. Vay, vay, vay. Tam istədiyim kimi üzəri qızardı. Tam istədiyim kimi oldu. Mən sobanı yenə də gətirirəm 200 dərəcəyə.
və 220 dərəcəyə çörəklərimiz üçün ki, burada isinsin. Kurabiyelərimiz də, digər yeməklərimiz hazır olana qədər burada öz növbəsini gözləsin. Baxaq görək, soğançamız, pomidorumuz nə vəziyyətdədir. Kotletlərimizi çevirək, gətirək tərəvəzlərin üzərinə. Kotletlər yanmasın, amma tərəvəzlər qovrulsun, bütün ləzzətlər kotletlərə də çata bilsin. Pomidorumuzla soğança, sarımsağımız burada qovrulana qədər biz boş dayanmayaq. Burada biberimiz var, qırmızı ilə belə yaşıl biberimiz var. Bunları da götürürük, üst hissəsini bu şəkildə çıxardırıq. Bunları da iri-iri doğrayırıq bu şəkildə. Bunu da göndərirəm birbaşa tavaya, kotletlərin yanına. Tam da bu məqamda biraz duz, biraz istiot. Əgər acı sevirsinizsə biraz pul biber və hazırladığım öncədən pomidor suyu. Pomidor suyunu da birbaşa əlavə edirik bu cür qabımıza. Burada aşağı yuxarı bir 3 pomidorun suyu var. Bunu da əlavə elədim. Vam alova alıram və burada yavaş-yavaş tərəvəzlərlə birlikdə pörtsün. Hətta çəkək bunu arxa ocağa ki, bizə mane olmasın. Vam alovda orada pişsin, biz də bir dəfədə çörəyimizi qarışdıraq. Yenə də açırıq, görürsünüz artıq yavaş-yavaş mayalanır. Neynirik? Bu şəkildə əllərimizdə yağlayırıq ki, əlimizə xəmir yapışmasın. Bu şəkildə toplayırıq. Havasını çıxardırıq. Yenə düzgün bir şəkildə yayırıq. Və yenə də qoyuruq mayalanmağa. Xəmirimiz yenə də mayalanana qədər biz boş dayanmayaq. Artıq sevdiyim qəlyanaltıya başlaya bilərik. Bunun üçün də bu cür biberləri, tumunu içini çıxardırıq. Bunu ediyənə qədər tavanı qoyub ocaqda yavaş-yavaş isinsin. Belə bir wok tava götürdüm. Yavaş-yavaş tavamız isinsin. Biberləri bu şəkildə təmizləyirik. Gördüyünüz kimi kəsmirəm. Sadəcə olaraq içindəki olan tumları çıxardıram. Düzgün qaydada çıxardım. Ümumiyyətlə, biber sevənlər üçün əminəm ki, bu qəlyanaltı çox xoşuna gələcək. Çünki mən də ən sevdiyim soyuq qəlyanaltılardan biridir. Xüsusən də əgər ki, vegetarianlar və veganlar bizi izləyirsə, onlar üçün tam yerinə düşər. Çünki istər çörəklə olsun, istər lavaşla olsun, ən sevimli isti qəlyanaltılardan biridir. Və yeməyi də çox sevdiyim, istər yayda olsun, istər də bu mövsümdə olsun. Bu arada dolmalıq biberdən də istifadə edə bilərsiniz. Onun da fərqli özünə has ləzzəti olacaq. Tavanın altını maksimum açıram. Burada belə bir alma sirkəm var. Aşağı yuxarı bir armud stəkan. Bunu əlavə edirəm. Və burada bir bitki yağımız da var. Bunu da əlavə edirəm. Bu da aşağı yuxarı bir armud stəkan və o gözəlləri göndəririk tavaya. Bu arada son qırmızı biberimiz də qaldı. Məncə onu da əlavə edək. O da xüsusi bir gözəlliyi versin.
Biber böyük olduğu üçün bunu doğrasaq daha məntiqə uyğun olar. Biberlər qovrulana qədər mənə ikinci tava da lazım olacaq ki, diğer ərzaqları da yavaş-yavaş qızardım. Biberlər burada görürsünüz yavaş-yavaş həm pörtür, həm rəngi dəyişir. Tam istədiyim də budur. İkinci tavamızın da altını açıram. Maksimum dərəcədə. Biraz yağ əlavə edeyim. Biberlər əməlli başlı söhbət edir. Biraz soğan. Soğan tamamını göndərirəm. Tavama burada yavaş-yavaş qovrulsun. Bir 6-7 diş sarımsaq. Bunları da xırda-xırda doğrayırıq. Əgər sarımsaq sevirsinizsə mənim kimi biraz bol eləyə bilərsiniz. Ki bu yeməyə xüsusi gözəllik və ləzzət qatır. Sarımsağı çox qovurmayacağım. Onun üçün pomidordan sonra atacağım. Burada 4 ədəd bu cür Qazaq pomidoru bənzəyər. Pəmbə pomidor deyirlər burada. Pomidor soymuşdum. Bunları da yaxşıca xırda-xırda doğrayırıq. Biberləri çevirməyi ara sıra unutmayaq. Görürsünüz, hər tərəfi yavaş-yavaş rəng dəyişdirir. Tam da istədiyim budur. Və sirkəni də rəng dəyişdirdikcə canını alır. Əsas yeməyimiz ocaqdadır. Yavaş-yavaş hazır olur. Soyuq qəlyanaltı olaraq, isti qəlyanaltı olaraq hazırladığım yeməyi istifadə edə bilərsiniz əslində. Amma mən bunu ilıq sevirəm, çünki bütün ləzzətləri o zaman hiss edə bilirsən. Baxa görək tavada olan soğançalarımız nə vəziyyətdədir. Artıq yavaş-yavaş tavamız istiyə düşür. Bəli, bunları da açırıq ki, soğança da burada yaxşıca qovrulsun. Pomidordan bol edirik ki, məzəmiz ləzzətli olsun. Yəni bu qədər pomidor sizə çox gəlməsin. Bu pomidor əriyəcək, sos halına gələcək və bizim hazırladığımız yeməyi çox ləzzətli eləyəcək. Su ilə birlikdə. Pomidor suyundan da istifadə edə bilərsiniz. Mən tər pomidordan istifadə etməyi daha məsləhət görürəm. Daha çox məsləhət görürəm, çünki dadı daha ləzzətli olur. Soğançamız da artıq qovrulur. Biraz da qovrulsun ki, pomidorları əlavə eləyin. Soğança ilə birlikdə biraz qovurum. Bu arada baxaq görə biberlərin vəziyyəti nə yerdədir. Əla. Görürsünüz necə rəngi dəyişir. Yəni yaşıl rəngdən artıq yavaş-yavaş o pörtmüş turşu rənginə dönür. Soğançalar da görürsünüz rəngini dəyişdi. Pomidoru da dərhal atıram ki, soğanla birlikdə burada qovrulsun. Tam da bu yerdə sarımsağı göndərməyin vaxtıdır. Haydi bismillah. Qoxuları görsəz burada, yəni hiss eləsəz, tam belə deyim də, yay vaxtı turşu hazırlayırsınız, tam onun qoxusu gəlir. Çünki sirkə yavaş-yavaş buharlanır, çıxır. Biberlər yağına düşür. Əla, tam da istədiyim budur. Tam vamalava alıram biberləri. Bunu keçirdirəm bu tərəfə. Yer dəyişikliyi eləyək ki, bu ocağımız boqdur. Biberlərə artıq gür alov lazım deyil, amma pomidorlar yaxşıca bişməlidir. Bunları gür alova alıram və yaxşıca bişirirəm ta ki, sos halına gələnə qədər. Bunun üçün də belə bir qaşıq götürün və yavaş-yavaş pomidorumuzu
çevirək. Tuzumuzu, istiotumuzu vuraq. Biber də əlavə elədik və tam da bu yerdə bir balaca şəkər tozu əlavə eləyəcəm. Ki bu da bizim pomidorlara çox gözəl dad verəcək və hazırladığımız qəlyanaltıya əla bir dad verəcək. Aşağı yuxarı 2 yemək qaşığı kifayət eləyəcək. Görürsünüz, gur alovda yavaş-yavaş pomidorlar artıq qaynara düşməyə başladı. Pomidorlar burada pörtənə qədər biberləri tam alıram bamalova. Artıq görürsünüz pomidor necə yavaş-yavaş yağına düşməyə başlayır. Sarımsaq da ona ləzzət qatır. Əlavə elədiyim duz, istiot şəkər tozu da öz işini görür yavaş-yavaş. Biraz da sos halına gəlsin. Pomidorlarımı qoyun burada gür alovda yavaş-yavaş bişsin. Biz də baxaq görək çörəyin xəmiri nə vəziyyətdədir. Artıq bunu yavaş-yavaş sinidə mayalandırmağa qoya bilərik. Bunun üçün də artıq hazırlıq eləyək. Belə bir bişirmə kağızı var. Bunun üzərinə biraz bol un əlavə eləyeyim. Və yavaşdan xəmirimizi çevirək. Xəmir yavaş-yavaş özü qabından qopdu. Bu şəkildə əlimizlə yenə də havasını çıxardırıq. Yenə də bol un və xəmirimizi birbaşa kündələrə artıq bölə bilərik. Balaca-balaca bu cür çabata çörəklərini kündələrinə xəmirimizi bölürük. İstəsəz böyüyü də kəsə bilərsiniz. Bu tam olaraq zövq məsələsidir. Mən daha belə mini-mini eləyəcəm ki, həm gözəl görsənsin, həm də ləzzətində şübhəm yoxdur. Yəni, çox ləzzətli alınacaq. Bu gözəlləri təzədən göndərirəm siniyə. Diqqətli bir şəkildə hop, hər birini bir-birindən ayırırıq. Gördüyünüz kimi xırda-xırda çabatalara böldük, yəni kündələrə böldük çörəyimizi. Bu cür üzərini bağlayıram, qoyuram biraz da burada dursun, bir 10 dəqiqə mayalansın. Ta ki mən artıq qəlyanaltımı bişirib qutarana qədər. Artıq görürsünüz, pomidorlar bir balaca diri qaldı, sos halına gəldi. Mən istəyirəm bu bütün bu ləzzətlər qarışsın. Onun üçün nə edirik? Bu biberlərlə pomidorları necə deyərlər, birləşdiririk. Vay. İndi nə olacaq? Biz birləşdirdiyimiz tərəvəzlər həm sirkənin dadını alacaq, həm pomidorlar bibərin içinə yeriyəcək, sarımsaq, soğan, bütün dadlar bir-birinə qarışacaq. Biraz suyu çəkiləcək, daha sonra servisə hazır vəziyyətə gələcək. Tam istədiyim də budur. Biberlərin içinə də dolacaq pomidorun sosu. Biberlər demək olar ki, hazırdır. Yavaş-yavaş suyu da buharlanıb çıxır, pomidor mət olur. Sıra gəldi çatdı. Mayalanmış çörəklərimizi də artıq sobaya göndərməyə. Vay, gözəlliyə baxın. Bunu da göndəririk. 220 dərəcə öncədən isinmiş sobaya. Aşağı yuxarı 15 dəqiqəlik. Boş serə 8 sobaları ilə istənilən təamı rahatlıqla hazırlayın. Avtopiloton ilə təcrid edilmiş bu sobalarda əvvəlcədən təyin edilmiş hazır bişirmə proqramları sizi əsl şefə çevirəcək. İnqridientləri hazırladıqdan sonra o müvafiq proqramdan birini seçin və yeməyin çəkisini əlavə edin. Boş sobası avtomatik olaraq geri qalan hər şeyi müəyyən etsin. Sizə isə sobadan hazır yeməyi çıxarmaq qalsın. Boş sobalarını elə indi boşhome.com az saydı keçərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Və kurabiyələrimiz də yaxşıca soyudu.
əla görsənir. Daha da ləzzətli olması üçün biraz hər birinin üzərindən pudra şəkər gəzdiririk. Dostlar, hər bir şeyimiz demək olar ki hazırdır. Şirniyyatımız da hazır. Qaryanaltımız da hazır. Əsas yeməyimiz artıq bişib. Sadəcə olaraq çörək 10 dəqiqə bişsin. Biz də yavaş-yavaş süfrəmizi düzək. Yadındamı öten günler, ben çoxalır ömür azabı bizimizde, alnımızda o illerden izler kalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı? Və dəyərli dostlar, gəldik bugünkü verilişimizin də sonuna və önümdə düzülən ləzzətli görsənən yeməklərin dadımına. İlk bismillah deyib başlayıram soyuq qaryanaltımızdan. Bunu həm soyuq olaraq, həm isti olaraq yemək olar əslində. Bir balaca ilıqdır. Sirkə ilə yağın içində yaxşıca bibərləri qovurdum. Daha sonra pomidor, sarımsaq, soğanı yaxşıca başqa tavada qızartdım, birləşdirdim. Biraz duz, biraz istiyot, bir balaca şəkər tozu. Yəni çox gözəl görsənir. Əslində çörəklə birlikdə ora belə deyim də, bizdə maçal qalamaq deyirik. Maçal qalamaq, yəni bandırmaq olar. Amma mən sadə baxacağam dadına. Əlbəttə ki, qatıq da yanına çox yaraşar, xüsusən də süzmə qatıq. Haydi, bismillah, baxaq görək necə oldu. Yəni, həqiqətən bir yemək bu qədər sadə və bu qədər ləzzətli ola bilər. Sarımsağın dadı, soğanın dadı, sirkənin bir balaca uzaqdan belə turşuluğu, duzu, şirini, yəni hər bir şey yerindədir. Önəmli olan bu ləzzətləri düzgün bir şəkildə tarazlamaq. Həqiqətən yanına süzmə qatıq əməlli başlı yaraşardır. Və sırada ikinci yeməyimiz var. Yəni ikinci yeməyi küftədən hazırladım. Orada da tərəvəzlər var, amma bu yeməyi mən bu cür yeməyi tərcih edirəm. Çünki çox ləzzətli bir ciabatta çörəyi hazırladım. Bunu bu şəkildə vay açıb həm içini sizə göstərmək istəyirəm. Bu cür əllə açım. İçinə baxın. Gözəlliyə baxın. Bəh. Bunun içinə nə indirik? Bir dənə köftə. Kotletdən bir dənəsini qoyuruq. Biraz tərəvəzlərdən. Yaxşıca bu cür. Və bismillah deyib dişləyirik. Dostlar, çörəyin ləzzətini desəm, kotletin ləzzətini desəm, o qədər ləzzətlidir ki, sadəcə olaraq mənim sizə tövsiyəm, hazırlayın, yəni həm çörəyi, həm bu cür kotleti tərəvəzlə yiyin, yəni çox ləzzətlidir. Əlbəttə ki, daha ləzzətli olması üçün yanında buz kimi Coca-Cola olmazsa olmazıdır. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərini süfrə arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Coladır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq, kiçikdən böyüyərək hər kəsin sevimlisinə çevrilir. Hər zaman süfrələrimizin qonağı olur. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Və sonda günün şirniyyatı bu cür gözəl bizeli qozlu kurabiyə. Baxaq görək necə alındı. Yəni görüntüsü əladır. Yəni çox gözəl görsənir. Yumuşacıq, pambıq gibidir. Haydi bismillah. Ən sonda şəkər kirşanında bunları yaxşıca buladıq. Yəni çox gözəl görsənir. Həm görüntüsü, həm dadı çox ləzzətlidir.
Bu reseptləri yenə də sizlər üçün hər zaman olduğu kimi sevgimi qataraq mən Ramin Şef hazırladım. Ənənəvi olaraq bu və buna bənzər bir çox reseptləri görüb izləmək və öyrənmək istəsəz, o zaman buyurun elə indi keçin YouTube və Instagram səhifəmə. Əlbəttə ki, hər həftə yeni reseptləri qaçırmaq istəmirsinizsə, səhifələrə abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə sağollaşıram. Gələn həftəyədək Uca Allah sizləri qorusun, ruzu, bərəkətiniz bol olsun, gününüz ləzzətli olsun. Yadındamı öten günler, ben çoxalır ömr azabı üstümüzde, alnımızda o illerden izler kalır. Gələsizim keçənləri yada salaq dönə-dönə. Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.